Deyir ki, məhsul sahibi olmaq üçün insanda iki keyfiyyət olmalıdır, şəxsi keyfiyyət. Birincisi olmalıdır quickly decision maker. Bir problem baş verdi, təcili qərar verə bilsin. Təcili desin ki, bu yolla gedəcək. Bu yol səhv ola bilər, bu addım səhv ola bilər. Ona görə məhsul sahibləri əsasən təcrübəli adamlardan seçilir. Yəni 1 il, 2 il təcrübəsi olan adamlar məhsul sahibləri olaraq uğurlu olub olmurlar. Onların uzun müddət təcrübəsi olur və biraz yaşı da olur adam. İkinci xüsusiyyət isə müşahidə qabiliyyəti olmalıdır, absorb eləməlidir. İnsanların şəxsi ehtiyaclarını müəyyən eləmək üçün onun müşahidə qabiliyyəti olmalıdır. Məhsul sahibi əslində startupçıdır. Məhsul sahibi şirkət daxilində bir məhsulun CEO-sudur. Məhsulun product visionunu formalaşdıran, product goalunu, məqsədini formalaşdıran və product backlogu idarə edən balaca bir CEO-dur. Məhsulun CEO-sudur və məhsul sahibi analitikanı bilməlidir, amma biznes analitik deyil. Məhsul sahibi satış qabiliyyəti olmalıdır ki, product visionu həm komandasına sata bilsin, həm rəhbərliyə təqdim edə bilsin.